Sen polise verirsen, polis həkimə verir, həkim filan kəsə verir, o ona verir, bu ona verir. Axır o pul necəsə dövlətin içində dövr eləyir. Biz belə millətik, biz Avropada ölürük, biz Avropa kimi cəmiyyətdə ölürük ki, qanun, ədalət, məndən rüşvət istəyirsən. Xeyr, bizdə hamısı bir-birinə pul verir. Sən polisə verirsən, polis həkimə verir, həkim filan kəsə verir, o ona verir, bu ona verir. Axır o pul necəsə dövlətin içində dövr eləyir. Belə formada polisə pul vermək ümumi iqtisadiyyata yatırım idi. Yəni insanların rifahını yaxşılaşdırmağa idi. Yoxsa indi kimi yox. İndi cərimələr hamısı güya büdcəyə gedir, büdcədən də sonra kiminsə cibinə gedir, elə yox. Onda bu ona 5 manat, ona 10 manat belə hamısının üzü gülürdü. Məsəl üçün sən polisə verirsən, polisin cibində axşama 60 manat yığılır. Polis gedir ailəsinin qabağına gülər üzlə 40 manatlıq bazarlıq eləyir bazardan. Ailəsini sevindirir. Bazarda ərzaq satan malın rahat satır. Onun da üzü gülür, gedir evinə. Onun evindəki oğlu kreditlə 06 alıb. Deyir ki, 5 manat mənə verərsən benzin vurum. Benzin vurmağa gedəndə polis saxlayır, təzədən 5 manat alır və məsələ bu formada dönür də. Nəticə hesabı ilə hamısı bir-birinə həm hörmət eləyir, hamısı bir-birinin həm üzünə gülür. Azərbaycan polisinin üzündən gülümsəmək niyə yoxdur? Azərbaycan polisinin vəziyyəti bu dəqiqə necədir? Baxın sifətlərinə görəcəksiniz ki, agresiya var sifətlərində. Niyə? Çünki keçimsizlik var, sistemə etibarsızlıq var deyə. Ona görə o vaxtı heç kim sistemə güvənmirdi. Hamısı insanlar bir-birinə güvənirdilər. Polis cəmiyyətə güvənirdi, cəmiyyət polisə güvənirdi, bir-birini dəstəkləyirdilər. Bu formada rahat yaşayırdı insanlar. Niyə bəyənmədilər o sistemi bilmirəm. Çox gözəl sistem idi. Əl-əli yuyar, əldə üzü yuyar sistemi çox gözəl sistem idi.